Bakını Rus və erməni işğalçılarından xilas etmiş qəhrəman Nuri Paşa. 1918-ci il Azərbaycan tarixinin ən təhlükəli günləri. Bakı bolşevik və daşnaq qüvvələrinin nəzarətində idi. Minlərlə günahsız insan öldürülmüş, soyqırımlar edilmiş, ölkə tam bir xaosa çevrilmişdi. Bu anda Azərbaycana bir kömək əli uzandı. Nuri Paşa. Osmanlı hökuməti onu Qafqaza göndərdi və o öz ordusu ilə birlikdə Azərbaycana doğru yola çıxdı. İlk dayanacaq Gəncə idi. Burada həm Osmanlı əsgərləri, həm də Azərbaycan könüllüləri birləşdi. Göyçay və Şamaxı istiqamətində ağır döyüşlər başladı. Nuri Paşanın ordusu bolşevik güclərini geri çəkərək Bakıya doğru irəlilədi. Bu sadəcə bir ordu yürüyüşü deyildi. Bu Azərbaycanın taleyini dəyişən bir mübarizə idi. 11 sentyabr 1918-ci il Nuri Paşanın ordusu Bakıya daxil oldu. Küçə döyüşləri şiddətli idi, amma nəticə tarixi bir qələbə oldu. O gün Azərbaycan tarixində bir dönüş nöqtəsi yazıldı. Bir xalq yenidən nəfəs aldı və bir ad əbədiyyən yaddaşlara həkk olundu. Nuri Paşa, Bakının xilaskarı.